Qonağımız psixoloq, akmeoloq Rəvan Soltandır. Dostlar, sabahınız xeyir olsun Rəvan bəy. Necəsiniz? Sağ olun, təşəkkür Xoş edirəm. gəlmisiniz. Necəsiz? Çox sağ olun. Hər şey yaxşıdır bizdə. Bayramdan sonra necə olacaq? İşə adaptasiya olmaq məsələsi var. Nə bilim, istirahəti yaddan çıxartmaq məsələsi var. Yeri gəlmişkən, bunu reallaşdırmaq üçün nəsə xüsusi bir vasitələr var? Dincəlmək üçün yoxsa? Yo. Bir psixoloq olaraq sizdən soruşuram. 12 gün az deyil də. Gəzdik, ora, bura. Pul da qutardı cibdə. İstirahət də bitdi. Adam gəlir işə. Nə vaxt maaş olacaq, nə vaxt qazanacam və s. və ilaxır. Stres dalıca gəlməyə başlayıb. İnsanların çoxu depressiyaya düşür filan. Bu necə bərpa eləmək olar? O mənada ki, həm də işə fokuslanasan da o baxımdan. Çinlilərin gözəl bir sözü var. Deyir, əgər deyir sağalmağı axtarırsansa, ən yaxşı sağalmaq metodu xəstələnməməyin özüdür. Yəni bunu əvvəlcədən düşünmək lazımdır ki, yəni necə deyirlər, hesabı elə götürmək lazım idi ki, yəni sonradan belə bir peşmançılıq yaşamayasın. Amma bir şey də var ki, istənilən durumda gələcəyə sağlam baxmaq, optimist olmaq daha yaxşıdır. Yox, mən sırf puldan danışmıram. İşə adaptasiya prosesindən danışıram. Baxmayın da, amma biz öyrəşmirik. Mən normalda səhər saat 6-ın yarısı durmalıyam ki, 7-nin yarısı gələm radioya çatım. Məsələ ondan ibarətdir ki, neçə vaxt yatırsan axı, sənin üçün saat məhdudiyyəti yoxdur. 9-da dursan, 10-da dursan və s. və ilaxır. İndi məcbursan 6-ın yarısı durasan, sənin başqa yolun yoxdur. Ümumiyyətlə, insanı həyatda daha gümrah saxlayan və bütün məsələlərdə adaptasiyanı qoruyub saxlayan yeganə bir hissimiz var, heyrətlənmə hissi. Yəni, bugün üçün biz xüsusi bizi heyrətləndirən işlərlə məşğul eləsək özümüzü, avtomatik olaraq günümüz daha da optimist olacaq, daha da pozitiv olacaq deyərdim. Belə dostlar, Rəvan Soltanla, yəni işə necə adaptasiya olmaq olar, bu istiqamda bir dəqiqəlik danışmaq istədik. Güman edirəm ki, kömək olacaq Rəvan bəyə verdiyi məsləhətlər. Bu arada yalan danışmadınız ki. Xeyr. Qabağınızdakı adamın yalan danışmağını necə təyin edirsiniz? Onun müxtəlif metodları var. Misal üçün göz kontaktı var və səsin tonajı var və mövzudan yayınma tezliyi və mövzudan yayınmanın özü. Bu metodlardan bilmək olur ki, insan yalan danışır yoxsa yox. Hamı bunu bacarır? Xeyr. Kimlər bacarır? Bu biraz instinktiv mövzudur həm də, amma insanların da hər kəs ümumiyyətlə yalanı anlaya bilir, amma mütəxəssislər, sıravi insanlardan fərqləri odur ki, yalan danışan insan əgər özü dediyi yalana inanırsa, inanıb bunu danışırsa, avtomatik onu qarşıdakı insan əgər mütəxəssis deyilsə, onu tuta bilmir. O xəstə deyil. Yox, yalanı inanaraq danışan adam. Təbii ki, xəstəlik var, amma xəstəlik əlamətləri var, bir də xəstəliyin özü var. Yəni, hər birimizdə bütün xəstəliklərin əlamətləri var. Amma bu demək deyil ki, xəstəlik. Yəni, dəfələrlə olub ki, sizdə olub, məndə də olub, hər kəsdə olub ki, inandığımız yalanı danışmışıq və qarşıdakını gözəl də alada bilmişik. Yəni. Yadıma düşdü. Bəli. Yadıma. İnsanlar niyə yalan danışırlar? Bu, belə deyim, əsas iki məsələdir. Birincisi, qorxu hissi olan insanlar, bir də mənində zəiflik olan insanlar eləyirlər. Özünü tatmin eləmək, qarşıdakı insana özünü daha yaxşı göstərmək və həm də qorxu hissinin fonunda bunlar hamısı baş verirsə, insan yalan danışacaq. Və qorxu hissi anlayışlarımız biraz fərqlidir. Bu nə olan bir şeydir? Buradan dinləyicilərimizə də deyə bilsinlər. Bir insan bir şeyi heç istəmirsə, bu demək ki, insan qorxur. Və bir şeyi daha çox istəyirsə, bu demək ki, o mövzuda qorxacaq. Yəni, bir şeyi həddindən artıq istəmək və ya həddindən artıq istəməmək mövzusundan biraz qaçınmalıyıq. Məsələyə rasional yanaşmağı bacarmalıyıq. Yəni, soyuqqanlı olmağı mütləq şəkildə qoruyub saxlayıb bacarmalıyıq. Bir çox hallarda deyirik ki, necə eləyək ki, durumdan xilas olaq və s. Gəlin bunu fikirləşək ki, necə eləyək ki, elə duruma düşməyək, onu düşünək. Ondan sonra ki, artıq rahat gəlir. Mən siz indi nəyə danışmaq istəyirəm? Siz dediniz, qorxu hissindən doğan yalanlar var, danışılan yalanlar var və s. və ilaxır. Bunu gündəlik olaraq görürük. Bu vəziyyətlə qarşılaşırıq. Təəssüflər olsun ki, bəzən özümüzdə də bu istədiyi-istəmədiyi olur da. Mən inanmıram ki, sizdə də nə vaxtsa olmasın belə bir şey. Hər birimiz insanıq. İnsanıq, canlıyıq və bu ola bilər. Bir də var, gündəlik olaraq ətrafına yalan danışan adamlar. Yəni, qorxu hissi deyil bu, bu heç bir narahatlıq hissi deyil. Bu adam sadəcə öyrəşib buna. Məni zəif olan insanlar da olmaz. Harasa yol geyirsən, harasa gelib çatmağa çalışırsan, falan yerdə olmuşsan, deyir, olmayıb, amma deyir, hə, olmuşam, əlbəttə ki, olmuşam. Məsələn, mən dedim. Bu tipdə olan insanları
yaxınlıqda saxlamaq lazımdırmı? Və ya yaxınlıqda saxlamağa məcbursansa, gələcəkdə o adamlarla hansı problemlə qarşı-qarşıya qala bilərsən? Belə deyim də, yalan elə bir şeydir ki, hər şeyi, bütün müsbətləri təməlindən məhv edən bir şeydir yalan. Bu insanlardan təbii ki, məcburuqsa, deyək ki, bu bizim yaxın bir qohumumuzdursa və yaxud qonşumuzsanız ki, heç bir halda zaten biz bundan heç cür vaz keçə bilməyəcəyik. Belə bir insanlarsa, təbii ki, o insanlar sadəcə və sadəcə olaraq onlara bel bağlamayacaq heç bir mövzuda. El dilində bir söz var, yola verəcəyik. Yəni, o anlamda, yəni, üstən doğru ifadəmə görə. Yəni, o güvənmək mövzusunda əsla və əsla o insanlara güvənməyəcəyik və insan niyə görə yalan danışır, əsasən olaraq nə üçün yalan danışır? Xüsusi hallarda hazırki zamandan Bakıdan danışsaq, öz əhatəmizdən danışsaq, özlərini tatmin etmək üçün danışırlar yalanı. Misal üçün deyirik ki, az öncə siz gözəl bir mövzu vurğuladınız ki, filan yerdə olmayıb, amma deyir ki, olmuşam. Bir insan bunu niyə danışsın ki? Sən Romada olmamısansa, filan muzeydə olmamısansa, bu yalanın... Bu insan mənnin zəifliyindən gətirib çıxardır və burada bir söz deyim ki, hətta psixologlar arasında bir deyim var ki, deyir, uşaq və yaxud da insan deyir, yalanın nə vaxtdan başlayır, yalanın təməlini valideyn qoyur, misal üçün. Uşaq vaxtında uşaq ancaq fantaziya eləyir. Xəyalında qurur ki, belə eləmək istəyirəm və s. Və nəsə bir səhv eləyəndə yenə fantaziyalar çərçivəsində deyir ki, eləmək istəmədim, amma oldu və yaxud da etmək istəmədim və s. deyir. Amma valideyn gəlir ona deyir ki, yalan deyirsən, yalan demirsən. Və uşaq başa düşür ki, artıq fantaziya qurmaq özü bir yalandır həm də. Və mən bu yalandan gələcəkdə istifadə edə bilərəm, fantaziya libasını geyindirərək. Və burada sanki bir artıq yalanın bir təməlini qoymuş olur. Onun uşaqlar adətən valideynlərə buradan səslənən ki, uşağın səhv elədirsə, uşaqlar cəsarəti yaradın ki, o doğrunu etiraf eləməyə bacarsın. Çox maraqlı mövzudur. Bəli, bunu elə bilmədiksə, uşaq gələcəkdə çoxlu yalanlar danışacaq. Və buradan başlayacaq, gələcəkdə bu insan yalancı olacaq, manipulator olacaq və s. Bu necə yoluna qoymaq olar? Məsələn, bu səhvi eləyibsə, məsələn, ola bilər, mən psixoloq deyiləm, bəzi şeylərdən agah olmaya bilərəm. Mən də bu səhv eləmişəm bəlkə uşağımdan. İndi 6 yaşlı oğlum bəzən mənə yalan danışdığının şahidi oluram. O öz səhvini atır kiminsə boynuna. Mama elədi, ya bacı elədi və s. və iladır. Ümumiyyətlə bir şeyi unutmayaq ki, hər şeyin təməlində cəsarət dayanır. İnsan cəsarət etdiyi şeyi eləyir, cəsarət etmədiyi şeyi heç vaxt eləmir. Uşaq da. Uşaq da həmçinin. Uşaq belə deyək də, hər birimiz böyümüş uşaqlarıq sadəcə olaraq. Yəni əlimiz oyuncaq, daha professional oyuncaqlara çatır. Əlimiz misal üçün avtomobil əvvəl oyuncağın oynayırdıqsa, yəni daha istədiyimiz daha real avtomobildən istifadə edir və s. Yəni uşaq da istənilən yaşımızda da istəyir uşaqlıq vaxtı olsun, istəyir böyük vaxtı olsun, cəsarətimizə önəm verməliyik. Uşaqda sağlam cəsarətlər formalaşdırmalıyıq. Əks halda biz bunun problemlərini özləşəcəyik. Misal üçün deyirsiniz ki, deyək ki, belə bir duruma məruz qalmışıq ki, uşaq yalan danışır. Və uşaqda əgər yalan danışırsa, sən artıq uşaqda yeni bir cəsarət formalaşdırmalısan. Yəni yalan danışmamaq cəsarəti yaratmalısan. Bunun üçün nə edəcəksən? Təbii ki, bir neçə dəfə yalan danışacaq. Sən onu artıq 1-2-3, 3-2-1 anlayışı ilə yanaşacaq. Sən artıq bunu, həmin o yalanları fantaziya sinifinə endirməlisən. Ondan sonra artıq cəsarət verməlisən. Yox, fantaziyalardan çıx. Olanı de. 6 yaşlı uşağı mən bunu necə başa saldım? Bunun üçün mütəxəssislər var da. Hə, bunun üçün artıq mütəxəssislər var. Hə, mərhələ-mərhələ keçməli. Bəli. 6 yaşında uşaq belə deyim də, lap ümumi olaraq deyim. 5 yaşından etibarən insanda şəxsiyyət formalaşır. Şəxsiyyət nə vaxt formalaşır? Uşağın 3 yaşına qədər əlində olan yeganə resursu onun emosiyaları olur. 3 yaşdan etibarən insanın 3-cü ilində artıq da buna kriz dönəmi deyirlər. Niyə görə? Çünki insan artıq intellektlə formalaşır, üzləşir və yoxlarla üzləşir. Artıq olmazlar, niyə olmaz, niyə olar, niyə daha bu yaxşı, niyələr və insan kriz dönəminə salır. Və bu vaxta qədər mən hər şey istədiyimi eləyirdimsə, bundan artıq hər istədiyimi eləyə bilmirəm və yaxud da istəmədiklərimi də etməyə məcburiyyətindəyəm deyə bir kriz dönəminə düşür uşaq. Və bu dönəmdə artıq o qədər intellektlə üzləşir ki, insan 5 yaşında artıq intellektlə emosiyanı eyni səviyyəyə, eyni nöqtədə kəsişdirib də insan özündə mən konsepsiyası formalaşdırır, yəni şəxsiyyətini formalaşdırır. Sizdə də uşaq deyirsə ki, 6 yaşındadırsa, mütləq ki, onda hələ deyim ki, yalançı və yaxud da yalana daha çox belə düşkünlük hələ reallığı yoxdur. Sadəcə uşaqda siz cəsarəti düzgün istiqamətləndirin. Cəsarət çox önəmlidir. Hətta ayrılıq mövzusunda da olsun, məcburən ayrılıq mövzusunda olsun,
insan nəyisə unutmaq mövzusu olsun, hər şey cəsarətə dayanır. Cəsarət nə deməkdir? Cəhd sözündən götürülür. Cəhd nədir? Hətta cihad sözü ki var, mənəviyyatın qorunması bir qalxışına deyirlər. Məsəl üçün cihad bir insanda o da cəhd sözündən götürülüb. Cəhd nədir? Nəsə bir şey, sadəcə bir eləməyə başlayım. Yəni sadəcə bir görüm start verim, asıl. Yəni sadəcə bir start verim, görüm nə olur. Uşaqda bax həmin o cəsarəti formalaşdırın, sağlam cəsarət formalaşdırın. Görəcəksiniz ki, gələcəkdə heç bir yalandan əsər əlamət qalmayacaq. Əla. Mən bayaq sizə bir sual verdim. Daimi yalan danışan adamlar. Əslində mən söhbəti ora aparmaq istəyirdim ki, o cür adamlar mərhələ daha problemli olmağa başlayırlar. Təbii məsələn, manipulyator olurlar. Yox, aydın məsələdir. Bunun ən pik nöqtəsi hansıdır təhlükə baxımından? Sosiopat, psixopat. Ən pikətli budur. Bəs onların müalicəyə ehtiyacı var axı? Ehtiyacı var, amma onlar o ehtiyac duymurlar. Onlar üçün bu halda normaldır və bunlar üçün yeganə reallıq budur. Yəni sosiopat və psixopat. Yəni bunlar hallarından məmnun insanlardılar yəni. Amma cəmiyyətdə toksik insan sayılırlar. Cəmiyyət olaraq nə edə bilərəm? Cəmiyyət olaraq mən belə bir cavab gözləmirdim sözlər üçün. Çünki gözləmədiyim bir cavab olduğuna görə biraz belə susqun baxmağa məcbur qaldım. Yəni bu insanların təbii ki, təcrid olunmaq lazım və bunları və yaxud da bunları təcrid etmək lazım. Sosiopatlar indi həyatımızda çoxlu sosiopatlar var. Hətta Sherlock Holmes hansı ki, Baskervilləri oxuyanda görürük. Sherlock Holmes özü də sosiopat olub, amma psixopat olmuyor. Sosiopat nə deməkdir? Sosioloji patologiyası olan insanlara deyirlər. Yəni bu insanın problemi sosiallaşmaqla bağlıdır. İstəyir ünsiyyət açıdan olsun, istəyir əl verib görüşmək açıdan olsun və s. Amma psixopat, bu artıq psixi patologiyası olan insanlara deyirlər və burada manyaklıq, manyakallıq və s. bütün hamısı bu psixopatlığın kontekstində ola bilər. Cinayətkarların da əksəriyyətən baxsaq görəcəyik ki, psixopat deyil, sosiopatdılar. Necə olur bu cür insanlar yetişir cəmiyyətlərdə? Hər şey uşaqlıqdan başlayır. Yox, bu yəni uşaqlıq travmaları ilə əlaqəli bir şeydir. Travmanın üstünə atmaq hər şeyi bir çox psixoloqların adətidir bu. Ümumiyyətlə travmadan falan nə oldu atılır travmaların üstünə. Travma olmasa da ümumiyyətlə dünyada xeyirxahlıq olmazdı. Travma olan bir şeydir. Bir məsələdə əgər məni bir kəs anlamırsa və ya dəstək vermirsə, bu demək ki, bu mövzu mənim üçün travmaya çevirəcək və ya travma yaradan bir triggerə çevriləcək. Və gələcəkdə mən bu mövzunu üzləşəndə avtomatik məndə emosional düşkünlük yaşayacağam. Yəni travma əslində budur. Amma bu əsla o demək deyil ki, mənim misal üçün mən gəlmişəm sizinlə çay içməyə və burada mən çayı təsadüfən dağıtmışam yerə və insanlar mənə çap baxdılar və yaxud da ki, mənə burada anlayış göstərmədi, bitdi. Bundan sonra çay dağıtmaq mənim üçün bu katastrofik bir şeydir və yaxud çay dağıdan insana mən təcavüz göstərəcəm və s. Bu anlayış deyil axı. Təsəvvür edin ki, bir insan ayrılıb başlayır şiddət eləməyə, belə bir don geyindirirlər ki, bunun travması var, buna dəyməyin. Bəhanədir hardasa. Təbii ki, bəhanədir. Yəni əslində nə olan bir şeydir? Nevrotik davranışlar deyilən bir mövzu var, bu nə olan bir şeydir? İnsanların yarınma hissidir. O da nevrotik davranışda və yaxud da nevrotik insanlar da həyatında çoxlu travma almış insanlardır ki, onlar da məhz insanlara faydalı olmağa çalışırlar. Biz də buna xeyirxahlıq deyirik. Və travması olmaq insanın əsla və əsla səbəb deyil ki, gələcəkdə hər hansısa bir yanlış hərəkətlər eləsin və biz ona göz yumaq. Sadəcə bir anlayış göstərə bilərik bir müddət. Amma daha bir dəfəli həmişəlik də yox da, yəni bu artıq çoxdur. Səbəb deyil. Səbəb deyil. Bu arada dostlar, diqqətinizə çatdırım ki, qonağımız akmioloq, psixoloq Rəvan Soltandır. Bugün 1 aprel gülüş günüdür, zarafat günüdür. Nə bilim, müxtəlif ölkələrdə buna yalan günüdür, adlar veriblər, donlar geyindiriblər. İndi bəlkə sizin də artıq dostluğunuz, iş yoldaşınız sizdən belə çox kobud və çox şit bir zarafat edib, bəlkə çox pis bir yalan danışıb. Yel gəlmişkən mən sizə bir şey deyim, o sosial şəbəkələrin təzə-təzə inkişaf elədiyi bir dövr idi. Facebook Azərbaycanda təzə-təzə populyarlaşdı, hamı marağını bura cəlb eləmişdi. Dostlarımızdan biri götürüb şəklini paylaşmış ki, dünyasını dəyişib. Aləm necə bir-birinə dəymişdi həmin dövrdə. Şəhər adamı Avto FM-də davam edir. Qonağımız akmioloq, psixoloq Rəvan Soltandır. Akmioloq sözü ola bilərsə belə qeyri-adi gəlsin. Bəlkə də indiyə qədər eşitməmisiniz. Vaxtımız qalacaq çox güman ki, bu akmioloq məsələsinə də toxunacağıq. Nədir? Azərbaycanda bu istiqamətə maraq necədir və s. və ilaxır. Hələlik isə yalanlardan danışırıq. Bayaq söhbətimizə təzə başlayanda vurğuladınız ki, göz təması ilə, bəlkə də səs titrəməsi ilə qarşı tərəf yalan danışanı təyin eləyə bilər. Gəlin bunu bir ayrı-ayrı müzakirə edək. Müzakirə eləməyə bizi maarifləndirin ki, məsələn qabağınızdakı adam yalan danışır. Bunu səsdən, gözdən,
hərəkətdən necə təyin edə bilərik? Mən bir şey deyim, adam var çox uğurlu danışır bunu. Heç bir şey hiss elətdirmir. Nə səsi titrəyir, nə gözləri qaçır İnanır məsələn. ona görə, danışdığına inanır ona görə. Doğrudur. Aha. Deməli biz birinci nəyə fikir verəcəyik? Birinci Mikrofona yaxın əyləşin. Birinci baza emosiyalarına, baza reaksiyalarına fikir verəcəyik. Burada mövzu nədir? Misal soruşursan ki, adın nədir, neçə yaşın var, harda doğulmusan, baza informasiyalar alırsan və həmin o informasiyanı verəndə verdiyi emosiyalara fikir verirsən. Ümumiyyətlə bir insan, mən nə bilim, ancaq informasiya ötürürəm, anlayışı yoxdur. Hər bir informasiyanın bir emosiya müşahidə edir. Bir insan əgər emosionalsız danışırsa, bu artıq sosiopatdır deməkdir. Yəni. Amma indi sosiopatlar çox azdır təbii ki. Demək biz birinci nəyinə fikir veririk? Məsəl üçün ötürdüyüm məlumatı hansı emosiya ilə müşayiət edib mənə ötürür. Və sonra başlayıram doğruları bilməyə, yanlışlara bilməyə. Məsəl üçün doğrudursa, baza verdiyi emosiyanın eyni olmalıdır. Əgər yanlışdırsa, burada artıq emosiya görürsən ki, yanlış emosiya ötürür. Və bu o demək deyil ki, bu adam yalan danışır. Sadəcə şübhələnirsən. Şübhəni sadəcə dəqiqləşdirmək lazım olur. Bir çox insanlar da var ki, mənləri o qədər zəifdir ki, doğruları belə yanlış şəkildə çatdırırlar qarşı tərəfə. O da var, hə. O çox böyük problemdir. Məsəl üçün bu əks cinslərlə bağlı olsun yaxınlaşırlar ki, ikili münasibətlərdə və s. deyir, qarşıdakını deyirəm fikrimi, amma mənə inanmır. Bilmirəm niyə. Ya özün inanmırsan dediyi və ya da sadəcə özün özünə ümumiyyətlə inanmırsan deyə yanlış emosiyanı ötürsən qarşı tərəfə. Yəni birinci baza emosiyanı bilməliyik, ondan sonra verilən bütün məlumatları həmin o baza emosiyanı müqayisə edirik və ortaya çıxan hasil ki var, artıq onu analiz edib deduksiya deyirlər. Dedektiv sözü də deduksiya sözündən götürülüb. Yəni deduksiya eləyirik ki, məlumatların uyğunluğunu ölçürük və artıq məsələ ortaya çıxır ki, bu yalan danışır, yoxsa nədə yalan danışır və s. və axır. Və indi bizim üz quruluşumuzdan, onu faks deyirlər, üz quruluşundan da biz bilə bilirik ki, nəyə yalan danışır, nəyə əsəbi danışır, hansı mövzu onda, hansı trigger oyadır və s. və axır. Onu da bilirik, onu da üz cizgilərinə baxırıq. Yəni, internetdən baxsaq bu məlumatlar da çoxdur. Misal bir də var ki, göz baxışları, təmasları. Misal üçün bir insan hansısa bir sən danışırsan və sən danışdığı bu informasiya olaraq yadına salırsa, birinci sola baxır, sağa baxır, sonra saat 7 istiqamətinə baxır. Misal üçün çox görürük belə. Misal üçün atıram hansı gördüyü bir şey xatırlayırsa, birinci saat 11 və 1 istiqamətinə baxır. Belə şeylər də olur, amma bunlar hamısı biraz nisbi məsələlərdir. Ən yaxşı baza məlumat, həmin o dediyimiz deduksiya, bir də ki, emosiyalarından ötürüldüyü informasiyanı düzgün analiz edəndə daha aydın başa düşür ki, bu adam düz deyir, yoxsa yalan deyir. Azərbaycan əhalisinin sayı 10 milyondan çoxdur, 10-11 milyon arasındayıq. Təəssüf ki, dəqiq rəqəmi ifadə edə bilməyəcəm. Əsas məsələ nədir? Sayımıza görə Azərbaycanda yalan danışan insanlar çoxdur. Təbii ki. Tək Azərbaycandan danışmaq, dünyadan danışmaq. Dünyada vəziyyət necədir bununla bağlı? Çox bərbad, mən deyərdim. Niyə görə? Hətta mən indi müxtəlif ölkələri gəzəndə, siz də yəqin ölkələri gəzib gələndə Azərbaycan deyirik ki, qurban olaram Azərbaycana. Niyə? Çünki bizdə heç olmaz, dildə də olsa aycan sözü var. Yəni xaricdə misal üçün bu da yoxdur və yalan danışmaq survive deyilən bir söz var da, yəni həyatda qalmaq uğrunda mücadilə. İnsanların deməyək tək Azərbaycan, xaric ümumiyyətlə dünyadan danışaq, insanların mənləri o qədər aşağı düşüb ki, həyatı sanki mübarizə görürlər. Həyatı sanki mən həyatda sağ qalmaq üçün bunlara eləməliyəm deyə görürlər bütün davranışlarını. Yəni bu da mənin zəifliyinə gətirib çıxardır və insanların o yalanlara qaçmağından danışır. Bir çox yalanı danışdıq da, yalanı həm də nə üçün danışırlar? Manipulyasiya eləmək üçün. Manipulyasiya nə olan bir şeydir? İdarəetmənin gizlin formasıdır. Bir var ki, mən sizə deyirəm ki, orada oturma, burada otur. Yəni bunu ora qoyma, bura qoy. Bu açıq idarəetmədir. Bir də var ki, mən sizi təhrik edirəm ki, bunu mən istədiyim kimi eləyəsiniz. Bu artıq manipulyasiyadır. İnsanların çox böyük əksəriyyəti manipulyasiya eləmək üçün bu yalanları danışırlar. Bu, yəni dediyim kimi, bu yalan da kimlər olur? Məsələ qarşısında aciz qalırsa və bu mütləq şəkildə burada ya əsəbləşəcək, ya da ki, manipulyasiya eləməyə başlayacaq ki, zaten elə əsəbləşmənin özü də manipulyasiyanın bir növüdür. Bu arada 1 aprel məsələsinə də toxunaq. Bəzən əndazəni aşırlar insanlar 1 apreldə zarafat mövzusunda. Hansı mövzuda zarafat eləmək olmaz? Hansı mövzuda yalan danışmaq olmaz? Ümumiyyətlə belə bir qayda varmı?
Ümumiyyətlə yalanı həm də onun üçün danışırlar ki, zarafat açıdan. Onun üçün danışırlar ki, heyrətləndirmək istədikləri bir şey var. Mən sizi nə qədər çox heyrətləndirdimsə, müsbət anlamda o qədər sevinəcəm. Nə qədər çox heyrətləndirdimsə, pis anlamda o qədər sizin halınıza sevinəcəm. Yəni belə bir şey var. Yəni heyrətlənmə hissinin hər kəsdə heyrətlənmə hissi müxtəlif səviyyələrdə olur. Ona görə də hərə öz səviyyəsində heyrətləndirməyə çalışır deyə zarafatlar müxtəlif səviyyələrdə olur. Və bu hansı mövzularda zarafat eləmək olmaz? Təbii ki, dəyər mövzuları ki var, o insanların sərhədlərini təşkil edir. Yəni bir insanın həddini, özünün həddini aşmaq digər insanın həddini aşmaq deməkdir. Bu səbəbdəndir ki, tövsiyə eləməzdim ki, dəyərlər mövzusuna toxunsunlar. Onun kontekstində daha çox sosial mövzularda, yəni zarafat daha yaxşı olardı. Təkcə 1 apreldə yox, gündəlik 3 apreldə də, 5 apreldə də məncə bunu eləyə bilərik bütün günlər. Yəni bəzi o qırmızı xətti keçməmək, bəzən qırmızı xətti bəzən yox, ümumiyyətlə qırmızı xətti keçməmək lazımdır. Bu yalanla bağlı, zarafatla bağlı deyəcəyimiz başqa nəsə qaldımı? Mən siyahı tutmuşam əslində ki, hansı mövzularda insana yalan danışırlar. Demək olar ki, 6 mövzuda insanlar həmişə yalan danışır. Birincisi, cəzadan qaçmaq üçün insana yalan danışır. Bu mütləq şəkildə vacib olan şeydir. İkinci, özünü təhlükədə hiss eləyəndə təhlükəsizliyini təmin etmək üçün insan yalan danışır. Üçüncü, ətrafdakı insanlardan o fəxarət hissini almaq üçün insan yalan danışır. Yəni özünü xüsusi göstərmək üçün yalan danışır və sosial qınaqlardan uzaq olmaq üçün yalan danışır və konfidensiallığı qorumaq üçün yalan danışır və özünün o avtoritetini deyək də, yəni özünün o hakimiyyətini qoruyub saxlamaq üçün yalan danışır. Yəni bu 6 səbəb 99% hallarda bu 6 səbəbə görə insan yalan danışır. 99% hallarda bütün yalanların üstü açılır. Və bizdə baxır kimi yalanı kim danışır. Ay sağ olun. Deməli bizdə belə bir atalar məsələ də var. Yalan ömrü 40 gündür. Ayaq aşır yerimir. Bir dənə də belə bir misal var ki, ayaq aşır yerimir. Məsələ ondan ibarətdir ki, mən daha çox bu yalanların sözün əsl mənasında 2 ay ərzində ortaya çıxdığının şahidi oluram həmişə. Bilmirəm, bəlkə təsadüfdür, bəlkə nə bilim, mənim qabağıma çıxan yalançıların qeyri-peşəkarlığıdır və s. Qeyri-peşəkarlığı deyə bilərəm. Bəli. Gəl onu təbliğ eləməyək, necə peşəkar olmaq olar. Amma istənilən halda yalan tez bir zamanda üstə açılır. Hansı hallarda? Siz yalan danışmaq üçün insan mütləq özünü gərgin duruma gətirib çıxardır. Yəni bir döyüş vəziyyətinə gətirib çıxardır. Söhbət sosiopatlardan getmir bu arada deyim. Döyüş vəziyyətinə gəlir və insan normalda yalan danışmağa başlayır və gərgin halda planlar qurur və s. Və bir gün insanın relaks olduğu bir durum olur və həmin durumda insana 2-3 dənə açıq sual verməklə bilmək olur ki, bu insan yalan danışır yoxsa düz danışır. Və bunu isbat etmək üçün də psixoloqlar, indi lisenziyası olan insanlar deyim ki, hipnoz eləyirlər. Hipnoz insanı tam relaks halına gətirir və istədiyin cavabları ala bilirsən insandan. Bəli. Və tam reallığı bilmək üçün, insanın tam doğrunu bilmək üçün 2 dənə hal var. Bir, yalan detektoruna istifadə edəcəksən, bir də hipnoz edəcəksən. Tam doğrular bu 2 dənə halda üzrə çıxır. Mən necə hipnoz edeyim? Heç bir halda. İnsanı relaks eləyə bilərsiniz. Misal üçün, avtotrening deyilən bir mövzu var psixologiyada. İnsanla bir xəyallarında onun görmək istədiyi bir həyatı qurursan və çatdırırsan ora və oradan başlayırsan açar suallar verməyə. Misal üçün, xoşbəxtlik haqqında görürsən ki, insan çox pis sinəsinə döyür ki, mən belə xoşbəxtəm, elə xoşbəxtəm. Elə bir misal üçün, xoşbəxt bir durum qurursan onun xəyallarında, belə bir sakit atmosferdə və sadəcə açar suallar versən ki, sənin üçün xoşbəxtlik nədir? Görəcəksən ki, heç bir anlayışı yoxdur. Görəcəksən ki, xoşbəxt deyil. Hələ yalan danışır sadəcə olaraq. Yəni insan tam rahat yalan danışıb danışmadığını bilmək istəyirsinizsə, onu maksimum komfort rejimə gətirin. Tam relaks halda açar suallar, yəni açıq sual verməyin. Açar suallar verin, görəcəksiniz ki, insan yalan danışır. Misal üçün, hüquq mühafizə orqanlarında belə bir sistem var ki, bir sualı, misal üçün 10 dəfə verirlər sənə və hər 10 dənə cavabın ortasını götürürlər. Ki, misal üçün, insan doğru danışır, yoxsa yalan danışır. Və bu mövzuda, mən sizə bir söz deyim, ən yaxşı sağlam sistem, yalan olmadığı sistemdir. Misal üçün, biz bilirik ki, indi İsrail deyilən bir dövlət tanıyırıq və İsraildə çox xüsusi bir nizamnamə var, bu döyüşlər, daha doğrusu hərbiçilərdə belə bir nizamnamə var. Deyir ki, sən əsir düşdünsə, yalan danışma.
Və bu məsləhətçi ondan soruşur ki, bəs yaxşı necə yalan İndi tətbiq edilir o İsrail ordusunda. Bəli. Ki necə yalan danışma deyir. Deyir doğru olanları danış. Deyir bəs deyir yaxşı bəs dövlət sirləri getdi axı, yəni necə olacaq? Deyir biz ağıllı adamlarıq deyir. Biz cəzalandıracağıq komandiri. Niyə görə sənin əsgərin lazımdan artığını bilir. Maraqlıdır. Bəli. Yəni görürsüz ən yaxşı qorunma üsulu doğrular. Sadəcə yanlış, lazım olmayan məlumatlarla insan özünü təmin eləməsə, yalan danışmaq heç bir ehtiyac olmayacaq. Yəni. Bir 10-12 dəqiqə vaxtımız qalıb. Mən akmiolog bölümünə də keçmək istəyirəm. Nədir akmiolog? Və kimdir akmiolog? Bax, var psixologos, bir də var akmiologos. Yəni akme yüksəlişdir, yəni zirvədir. İnsanın inkişaf zirvəsidir ki, oradakı detalları öyrənir akmiologiya. Bir var ki, sən konkret bir emosional kontekstdə, emosional fonda nəyisə araşdırırsan, öyrənirsən. Misal üçün psixologiyadır bu. Bir də var ki, emosional iştirak eləməkdir. Sadəcə sırf və sırf rasional müstəvidə nəyisə inkişaf elətdirirsən. İnsanın, belə deyim də, mən konsepsiyası deyilən bir şey var. Həmin ki, insan ona bir halda gəlir çatır. Duyğuları ilə IQ-sunu bir nöqtədə cəmləyə bilir və onun sayəsində nələrsə yarada bilir. Buna biz IQ deyirik. Yəni akmiologiya insana həm də IQ yaşadır, IQ-nu verir. Və bir çox hallarda misal üçün biz detallarda deyilir, bir dənə hətta söz var deyir, iblis deyir detallarda gizlənir. Detallara getdinsə orada iblislə özləşəcəksən və detallara girmədən sadəcə olaraq, yəni yüksəlişə qalxan yolu cızıb heç bir duyğulara, detallara uymadan sadəcə məqsədinə çatmaq. Mən sizə bir sual verim. Bu karyera ilə bağlı yüksəliş yoxsa nə bütün karyera ümumiyyətlə Azərbaycanda insanlar buna görə sizə müraciət edirlər? Təbii ki, edirlər. Yəni karyera biz deməyək, yəni karyerada biz uğurlu oldu. Uğurlu insan İndi Azərbaycanda yüksəlişlərində daha çox karyera nəzərdə tuturlar ona görə. Yox, indi yüksəliş müsabiqəsi falan olar eşitmişik. Amma o anlamda deyil. Təbii ki, baxın, insanın bir var ki, həyatının iki istiqaməti var. Amma həyatı bir dənədir. İstiqamətimiz bir şəxsi həyatdır, peşəkar həyatdır. Amma həyat bir dənədir. Biz bunun ikisini də bir eyni həyatda yaşayırıq. Biz o vaxt xoşbəxt oluruq ki, həm şəxsi həyatımızla, həm peşəkar həyatımıza kəşfini təmin edəndə. Bu olmadığı təqdirdə heç vaxt xoşbəxt ola bilmərik. Biz əgər şəxsiyyətimizi inkişaf ediriksə, şəxsiyyəti inkişaf etmiş insan bu iki faktoru həmişə bir nöqtədə cəmləyə bilir. İntellekti ilə emosiyalarını, bunlar normalda həmişə dalaşırlar. İçimizdə görürsüz, ağıl deyir, falan şey demək istəyirəm, ürək deyir, istəmirəm, lazım deyil və s. Biz buna kriz dönəmi deyirik. Akmiolog insana həmin kriz dönəmlərdə düşməməyi öyrədir. Akmiolog insana emosional durumlara ümumiyyətlə necə də varmamağı öyrədir. Akmiolog insana doğru düzgün həm şəxsi həyatında, həm peşəkar həyatında doğru düzgün yolu seçib rasional səviyyədə o həyatı idarə etməyi öyrədir. Yəni bir halda ki, inkişafın zirvəsindən danışırıqsa, yəni orada mütləq ki, bilirsiniz ki, dünyada heç nə biz istəyib də elədiyimiz şeylər deyil, lazımdır da elədiyimiz şeylərdən ibarətdir. Akmiolog həmin o istəklərdən kənara çıxıb sırf lazımlılara odaqlanmaq öyrədir. Deyəcəksiniz ki, bəs yaxşı, mən istədiyim bir şeyi əldə etmək istəyirəm, nə edeyim? Yəni bir halda ki, biz bu dünyaya yəni istəyib də gəlmədik, bizdən soruşmalılar ki, gəlmək istəyirsən yoxsa yox, üzr istəyirəm, dünyasını dəyişəndən soruşmalılar ki, ölmək istəyirsən yoxsa yox. Yəni istəmək sözü insanların yaratdığı sözdür, yəni əslində. İstəyib də bir şey eləyirsənsə, hə, bu bəzi istisna hallarda insan xoşbəxt olur, xüsusi olaraq xoşbəxt olur. Amma bu o demək deyil ki, istəmədiyim bir şeyin nəticəsi yaxşı olacaqsa mən xoşbəxt olmayacağam. Elə bir şey də yoxdur axı. Çox nadir hallarda olur ki, istəyib də nələrsə nail oluruq, amma daha çox bizi uğur qazandıran, həyatımıza da fikir versin. Məktəbə gedəndə bizi döyə-döyə söyüsə göndərirdilər, dərs oxuyurduq. Və yaxud da evə gəldik, bütün günü evdəkilər bizi məcbur ilə dərs oxuyurduq. Və yaxud da hansı bir işə gedirsən, səhərsə yuxudan gücdən durursan, durub təzədən işə gəlirsən. Amma uğur da qazandıqlarımız zaten elə burada deyilmi? Görürsünüz, onlar olmasa heç bir disiplin, uğur və uğursuzluq da olmaz. Bəli. Yəni bütün bu istəkləri silib ora disiplin sözünü yazsaq, biz artıq həmin o akmenin artıq yolunu qismən çizmiş ola bilirik. Yaxşı, sualı belə qoyum. Hansı halda insan özünə akmioloqa müraciət etmək durumunda hiss edə bilər? Bir insan əgər inkişaf etmək istəyirsə və bunu hədəf qoyubsa qabağına, akmioloqu mütləq tapsın.
Belə deyim. Çünki psixoloqlar təbii tamam da, yəni mən özüm də Mikrofonu da aç. psixoloq. Yəni mən özüm həm də psixoloqam, tamam da, yəni Aha. psixoloq yəni psixika, yəni düşüncələrlə işləyir. Təbii ki, inkişaf düşüncələrdən başlayır, amma bir var ki, sən emosional fonda işləyirsən bir şeyi. Bir də var ki, yəni emosiyanın xaricində işləyirsən, sıfır rasional işləyirsən məsələn. Təbii ki, psixologiyada da var rasional yanaşma və düşüncə tərzi, amma hər misal üçün bir var ki, sən bir emosional durumdan çıxardırsan insanı və ya bir situasiyadan çıxardırsan insanı, yəni məcazən təbii ki, buna bu psixoloji terapiya deyirik. Amma bir də var ki, sən çıxarmaqla məşğul deyilsən, sən sırf inkişafla məşğulsan, bu artıq akmeoloq deyilir. Bütün psixoloqlar həm də akmeoloqdur. Ola bilər, amma deyirlər. Necə çata bilirlər buna? Onun xüsusi, belə deyim də, inkişaf psixologiyası deyilən bir sahə var. Bu psixologiyanın içində öyrənilir. Amma bir də var ki, bunu xüsusi olaraq kənarda öyrənilir. Bu artıq xüsusi olaraq kənarda öyrənməsinə akmeologiya deyirlər. İnkişafı biraz deyək ki, bir insan bir yerə qədər inkişaf elədi. Atıram ki, bir 30 yaşına qədər inkişaf elədi. Bəs yaxşı, mən bu inkişaf elədiklərimdən necə istifadə edə bilərəm? Məsəl üçün biz həyatımızı adətən nəyə sərf edirik? Axtarışlara sərf edirik. Yaxşı dost axtarırıq, çoxlu pul qazanmaq axtarırıq, ətrafımızda nə bilim daha yaxşı avtomobil almağı axtarırıq. Amma bu biz çox da axtarıb da əldə etdiklərimizdən düzgün istifadə edə bilməyib də, yenə də çıxış yolu kimi təzə başqa şeylər axtarmağa sərf edirik. Yəni biz 30 yaşına qədər gəlib çıxırıq hansısa bir resurslarla, fiziki, mənəvi, intellektual, maddi resurslarla gəlib bir çox hallarda bunlardan düzgün istifadə edə bilmirik də yenə başlayırıq axtarmağa. Akmeologiya deyir ki, sənin zaten əlində hər şey var. Resurs var. Bəli, ya bunlardan istifadə elə, səndən yeni bir şey yaradaq. Bunu psixologiya eləmir, bunu artıq akmeologiya edir. Aydındır. Təşəkkür edirəm Rəvan bəy. Çox sağ olun, çox faydalı oldu söhbətiniz deyə düşünürəm.